Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Əməkdar artist Mətanət İskəndərli qızı Ülkərə ev hədiyyə edib. Müğənni bu haqda Qonaqcanlı proqramında deyib. O bildirib ki, öz evini qızına bağışlayıb. Əvvəldən demişdim, bu ev sənindir. Öz yaşadığım evdir. Həyat yoldaşı ilə Bakıya gələndə orada qalırlar. Mətanət İskəndərli qızının övladı Tunanın görüntülərini ilk dəfə proqramda nümayiş etdirib. Qeyd edək ki, Mətanət İskəndərlinin Kərim adlı bir oğlu da var. Ülker ailəlidir və Antalyada yaşayır. Onun 2 övladı var.